Möhtərəm müsəlmanlar, Şeyx Süleyman Ər-Ruheyli Hafizahullahın müasir maliyyə məsələlərinin fiqh kitabının tədrisinə davam edirik. Və Şeyx növbəti məsələ olaraq tavarruq məsələsini getirir. Tavarruq nə deməkdir? İnşallah onu anladacaq və onun növlərini və hər bir növün hökmünü bəyan edəcəyik. Tavarruq qısaca olaraq odur ki, bir insan bir əşyanı gedib birindən taksitlə, kreditlə və yaxud nisyə alaraq alır, onu başqa birisinə, üçüncü bir şəxsə nəqd olaraq sataraq bu şəkildə nəqd pul əldə etmiş olur. Buna tavarruq deyilir. Və bu cür müamilə məsələsi demək olar ki, bu əsrdə daha çox yayılmış yollardan biridir. Və təbii ki, bunun əsas səbəbi yəni insanların pula ehtiyacıdır və məsələn insan zəruri olaraq bir pula ehtiyacı, müəyyən bir məbləğə ehtiyacı olur. Ola bilsin bir imtahan gəlir, sınaq gəlir, yəni əməliyyat, cərrahiyyə əməliyyatı üçün və yaxud hər hansı bir xəstəliyin müalicəsi üçün pula ehtiyacı olur. Və çox təəssüf olsun ki, bu günümüzdə yəni borc verən insanlar demək olar ki, tapılmır. Tapılsa da yəni çox nadir hallarda olur və onlar da məsələn lazım olan məbləği borc şəklində ya vermirlər, ya qədər vermək istəmirlər. Yəni bu hansı ki, bu dinimizin əzəmətli qapılarından olan borc qapısı artıq yəni demək olar ki, çox adamlar bu qapını bağlayıblar. Təbii ki, bunun da öz səbəbləri var. Bəziləri xəsislikdən, bəziləri isə yəni başlarına gələn bəzi insanların borcu alıb sonra qaytarmaması səbəbindən yəni bugünkü günü bu əzəmətli ibadət qapısı demək olar ki, bağlanmış kimi sayılır və bu da nədir? Həqiqətən xətadır. Yəni əslində bu xətadır. Kimlərinsə bir neçə nəfərin yəni insanlardan alıb qaytarmaması o demək deyil ki, sən bu qapını bir dəfəlik bağlayasan, bu ibadətdən özünü məhrum edəsən. Borc verməyin, bu borcu verəndən sonra səbr etməyin haqqında nə qədər hədislər var, səhih hədislər varid olur. Hər bir halda, yəni mövzumuz o deyil, mövzumuz əsas odur ki, yəni bugünkü günü bu qapı bəzi insanların üzrə baxırsan ki, bağlanıb və bu da onların yəni ehtiyaclarını ödəmək üçün, yaxud hər bir hansı zəruri bir ehtiyacını ödəmək üçün pul əldə edə bilməməsinə səbəb olur və onlar da harama girmək istəmirlər. Məsələn, sələmə pul götürmək istəmirlər və bunun üçün deyirlər ki, bu qapıya üst tuturlar, yəni hər hansı bir əşyanı gedib nisyə alıb, yaxud kreditlə alıb, onu üçüncü bir şəxsə nəqd şəkildə satırlar. Və ümumiyyətlə, bu bir əşyanı alıb, nisyə alıb, onu nəqd şəkildə satmaq, bu özü iki yerə bölünür. Birincisi, əşyanı bir şəxsdən alıb, həmin şəxsin özünə nəqd şəkildə satmaq. Buna iynə deyilir. İynə nədir? Məsələn, gedirsən şirkətə deyirsən ki, bu maşını, mənə maşın var, məsələn, avtosalonunda maşın var, yaxud məsələn, bəzi bankların özlərinin avtosalonu var, gelirsən oradan və yaxud onun bankın evləri var, deyirsən ki, məsələn, bunu mənə sat, 10 illik, 15 illik müqavilə ilə, taksitlə sənə satır, yaxud maşınsa 3 illik, 5 illik taksitlə və yaxud hər hansı bir əşyadırsa, telefondur məsələn, 6 aylıq, 1 illik kreditlə sənə satır və şərtlərdə də hər hansı bir haramlıq yoxdur. Burada qədərində bir problem yoxdur. Yəni, biz kreditin növünü keçdik ki, burada problem yoxdur. Alandan sonra deyək ki, yəni bu kreditlə bunu alır 10 manata. Alandan sonra deyir, mən indi bu əşyanı satıram. Nəqd alırsanmı? Kimdən alıb həmin adama deyir, alırsanmı? Deyir, alıram. Deyir, neçə alırsan? Yəni bu adam deyək ki, 10 aylıq kreditlə maşın, telefon aldı, deyək ki, ayda 1 manat ödəməklə 10 manata aldı. 10 manat artıq o dükana borcu var. Sonra təkrar dükana deyir ki, bu telefonu satıram, nəqd şəkildə alırsanmı? Dükan deyir, alıram. Neçə alırsan? Deyir, 6 manata. Deyir, alıram. Telefonu ver mənə, verir, deyir, versin də mənim 6 manatım, 6 manatımı alır. Bu adam əslində, həqiqətdə neynədir? Gəldi dükandan 6 manat pul götürdü və 10 manat dükana borcu qaldı. Yəni, sələmin bir növüdür, yəni sələmə hiylədir və buna şəriətimizdə iynə deyilir.
və bu da dilimizdə haramdır, sələmin növüdür və bu barədə Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi var ki, İdə təbəyyətum bil-iynə, nə zaman iynə ilə alış-veriş edərsinizsə, və əxəztum əznəbəl baqar, və mal otarmaqla məşğul olarsınızsa, və raditum bizzər, əkinçiliyə razı qalarsınızsa, və tərəqtumul cihad, və cihadı tərk edərsinizsə, səllatallahu aleykum zullən lə yənzə'uhu həttə tərci'u ilə dinikum. Siz öz dininizə qayıtmayana qədər Allah sizin üzərinizə zəlilliyi musallat edər. Bu hədisə Əbu Davud rivayət edir və Şeyx Albani rahimehullah səhih hədislər silsiləsində də bu hədisin hükmünü bəyan edir və bəzi alimlər də bundan danışırlar və hədisin ümumi yollarından hədisin səhih olduğunu zikr ediblər. Yəni və bu alimlər də bu məsələlərin hökmündə demək olar ki, əksər İslam alimləri bunun haram olduğunu deyirlər və burada haramlığında da şək yoxdur. Çünki bu əslində sələmə bir hilədir. Yəni insan gedir bir kəsdən, yəni demir ki, mənə 10 manat ver, sənə 15 manat qaytaracağım. Deyir, mənə əlində olan əşyanı mənə 15 manata nisiyə sat. Alandan sonra geri həmin adamın özünə 10 manata nəqd satır. Yəni 10 manat alıb 15 manat vermiş olur. Yəni o sadəcə o əşya, ortada satılan o əşya bir növ sələmə körpü rolunu oynayır. Bu da haramdır, şək yoxdur və bunun da buna getmək olmaz. Buna eynə deyilir. İkinci hal isə, hansı ki bizim əsas danışacağımız mövzu bu deyil. Bizim yəni bunu bəyan etmək mütləq lazımdır. Lakin danışacağımız mövzu, yəni bir insandan alıb taksitlə, kredit və nisiyə alıb üçüncü bir şəxsə, yəni başqa bir şəxsə onu nəqd şəkildə satmaqdır. Məsələn, getdin, bankın avtosalonu var, məsələn, bankdan maşın alırsan, deyirsən ki, mənə, məsələn, məqsədim puldur. Biz məsələyə, kredit məsələlərində toxunmuşduq. Yəni, məqsədin sənin puldur, deyirsən ki, məsələn, mən maşın istəyirəm, bu maşın neçəyədir? Məsələn, maşının da qiyməti bazarda bəllidir ki, 10 mindir. Deyir ki, bu maşın kreditlə, məsələn, 5 illik kreditlə 15 minədir, ildə 3 min ödəməklə 15 mindir. Deyirsən, alıram. Və orada heç bir gecikməyə görə şərt, haram şərti yoxdur, heç bir başqa haram şərtlər yoxdur, maşın onların öz mülküdür və sən onu yəni müqaviləni bağlayırsan, bu maşını sənin adına keçirirlər, maşın sənin mülkiyyətinə keçir, götürürsən maşını, oradan çıxırsan. Bankdan çıxırsan, maşınla gedirsən maşın bazarına. Maşın bazarda qiyməti bəllidir. Bazarda maşını satışa çıxarırsan və müştəriyə, kimsə alan üçüncü bir şəxsə, başqa bir şəxsə 10 minə nəqd şəkildə satırsan və bu şəkildə 10 min pul əldə etmiş olursan. Və bu dediyimiz surət, forma, yəni bunun adı nədir? Tavarruqdur. Şəriətimizdə tavarruq deyilir. Və bu burada məqsəd, yəni adamın məqsədi nədir? Sırf pul əldə etməkdir. Bir kəsdən, məsələn, nisiyə alıb, məsələn, nisiyə şəkildə və yaxud taksitlə alıb fərq eləməz. Başqa bir şəxsə nəqd şəkilində onu satışıdır. Yəni, bu hətta şərt deyil, maşın olsun, ev olsun, hər hansı bir balaca əşya olsun. Məsələn, bəzi yerlərdə mal qaranı qoyur, məsələn, heyvanı, xırda buynuzlu heyvanı alırlar. Deyir ki, yayla ödəyəcəm, aparır, bazarda satır, pul əldə eləmək üçün, başqa ehtiyacını ödəmək üçün. Və bu məsələnin hökmündə fəqihlərdən, yəni demək ki, bu məsələdə bu şəkildə olması, üçüncü şəxsə satması artıq bunu eynədən fərqləndirən bir vəcihdir. Yəni, bunu eynədən fərqləndirir. Və bunun hökmündə İslam alimlərinin əksəriyyəti, istər qədimdə olan alimlərdən, istər müasir alimlərin əksəriyyəti bunun icazəli olduğunu, bu cür ticarətin icazəli olduğunu deyirlər. Çünki əsl odur ki, ticarətdə halallıqdır. Yəni, və burada hər hansı bir riba forması yoxdur. Ribaya olan aparacaq bir hilə də yoxdur. Və buna görə də bu şəriət tərəfdən deyirlər, icazəlidir. Lakin bəzi alimlər, bəzi fəqihlər, İmam Əhməddən bu bir rivayətdir. Həmçinin Şeyxülislam İbn Teymiyyə də bu rəydədir. İbn Qeyyim də bu rəyə meyl edir. Həmçinin bəzi alimlər var ki, deyirlər ki, bu sələmə aparan bir hilə olduğu üçün icazəli deyil.
nədir? Bu sələmə aparan bir hilədir və buna görə də bu eynən hökmündədir və bu da icazəli deyil. Şeyx İbn Hüseymin rahimehullah isə yəni bu iki rəy arasında icazə verənlərlə icazə verməyənlər arasında orta bir rəy söyləyib rahimehullah və deyir ki, tavarruqun icazəli olması üçün şərtlər var. Bu şərtlərlə hamısı yerinə yetərsə, o zaman bu tavarruqla alıb satmaq icazəlidir. Yəni birindən nisye alıb ya kreditlə alıb, başqa birindən nəqd satmaq icazəlidir. Lakin sayacağımız şərtlər daxilində. Birinci şərt odur ki, insanın, yəni bu əməli edən insanın doğrudan da pula ehtiyacı olsun. Söhbətimizin əvvəldə dediyimiz kimi, məsələn, hər hansı bir cərrahiyyə əməliyyatında və xəstənin müalicəsi üçün və yaxud yəni zəruri bir şey üçün onun pula ehtiyacı olsun. Və o pulu da yəni malik olmasın. Yəni amma insan möhtac olmazsa, yəni doğrudan da o pula möhtac olmazsa, sadəcə olaraq hər hansı bir işi düzəltmiş, məsələn, gəzməyə, turist kimi səyahətə çıxmaq istəyir. Baxır ki, qonşular, qohumlar, hər kəs yay tətilində gəzməyə gedir. Hərə bir ölkəyə gəzməyə gedir. Deyir, bura bax, hamı gedir, mən qaldım. Bunun da o imkanı yoxdur ki, əlavə artıq pulu yoxdur ki, o qədər pul sərf edib, bu da dincəlməyə getsin. Gedir, neynir? Gedir şirkətlərin birindən bu şəkildə də ki, bir maşın götürür kreditə, aparır, satır, pul əldə edir və bu da səyahət edir ki, qonşulardan geri qalmıyor. Və bu cürə etməyi Şeyx Hüseymin icazəli görmür. Yəni, çünki bu sənin səyahət etmək kimi bir şey sənin möhtac deyilsən. Onu sənə yəni zəruri bir ehtiyac deyil. Ona görə də belə etmək olmaz. Yəni, hər hansı bir təhsil, yəni əlavə bir xərcləri ödəmək üçün bunu etmək icazəli deyil. İcazəli olan nədir? Yəni, Şeyx Hüseymin deyir, mütləq sənin nədir? O pula doğrudan da ehtiyacın olmalıdır. Bu birinci şərtdir. İkinci şərt şeyx deyir ki, mübah yolla o pula əldə etməyə gücün çatmasın. Məsələn, yəni sən doğrudan da axtardın, soraqladın, üzün tutan hər kəsdən borc istədin. Əgər kimsə sənə borc verirsə, bu zaman sənin tavarruqla gedib müamilə etməyin icazəli deyil. Onunla bu formada müamilə etməyin icazəli deyildir. Və əgər sən hər kəsdən istədin borc və doğrudan da borc pul tapmadın və buna da ehtiyacın var, o zaman nədir? Gedib tavarruqla müamilə edə bilərsən. Və şeyx deyir ki, burada üçüncü şərt odur ki, əqdin surəti və ləfsi ribaya bənzəməməlidir. Ribaya bənzəməməlidir. Və deməlidir, məsələn, getdi, maşını alır, deyir ki, maşını neçə satırsan, deyir ki, 15 minə. Deyir ki, alıram. Müqavilə bağlayır, alır, maşını adına keçirir, sonra aparır bazarda onu nəqd şəkildə satır. Yəni, əsl ticarət formasında olsun. Amma məsələn, gedir maşına almaq üçün, maşını neçəyə satırsan, deyir, bu 10 minlik maşına 15 minə verirəm. Yəni, bu söz bir növ burada ribaya bənzərlik var deyə, bu cür ləfslər o aqiddə olmamalıdır. Yəni, qiyməti bu olanı filan qiymətə verirəm deyərək, yəni bir növ elə bir ki, ribaya bənzərlik olur deyəndə. Bu ləfslərdən nədir? Uzaq olmalıdır. Dördüncü şərt odur ki, insan, yəni onu götürən adam, yəni o malı nisyə alan adam, onu yalnız sahib olandan sonra sata bilər. Çünki bəzi insanlar gedir, məsələn, bankdan deyir ki, mən tavarruqla müamilə etmək istəyirəm. Nədir tavarruqla müamilə? Deyir ki, mənə bir maşın satın, nisyə maşın satın, deyirlər, tamam. Yəni, deyir ki, sonra da bu maşını mənə, məsələn, başqasına satın, sizə vəkalət verəcəm, başqasına satın, mənə nağd pul lazımdır. Elə onu deyir, tamam, qol çəkən kimi pul artıq onun hesabına oturur. Bu əməliyyat nə vaxt oldu, maşın nə vaxt sənin adına keçirdilər, maşına sən sahib oldun mu, sonra sən onlara vəkalət verirsən, onlar sonra maşını satışa çıxarırlar, nə zaman müştəri sənin maşınına müştəri çıxacaq, onu alacaq. Bu vaxt alan bir şeydir, amma bu 10 dəqiqədən sonra artıq sənin bank hesabında, o deyək ki, 10 min artıq sənin hesabına oturur. Yəni, burada hiylə var. Bank sənə belə qısaca olaraq 10 mini borc verir, 15 mini səndən alacaq. Və bu da nədir? Artıq şək yoxdur ki, bu da alimlərin ittifaqı ilə
haramdır. Yəni mütləq sən aldığın əşyana sahib olmalısan. Əgər o çəkilən, yəni sən kiloyla və yaxud vəzinlə çəkilən bir şeydirsə, onu mütləq əlində əldə etməlisən. Bu alimlər ittifaq elədi. Əgər çəkilən bir əşya deyilsə, yenə də alimlərin əksəriyyəti deyirlər ki, mütləq ona sən sahib olmalısan. Və ona sahib olmadıqca sən onu sata bilməzsən. Sən ada keçirilən əmlakdırsa, torpaq, ev, maşın və s. mütləq o keçməlidir. Və yaxud daşınan bir şeydirsə, artıq sən onu tutmalısan, sənin əlində olmalıdır, götürməlisən oradan. Bu olmadıqca sən onu satışa hələ çıxara bilməzsən. Çünki hələ sahib deyilsən. Sahib olandan sonra sən onu satışa çıxara bilərsən. Yəni şahid olan budur ki, məsələdə alimlərin sözündən, yəni əgər burada bu şərtlər yerinə yetərsə, Şeyx Hüseymin Rahimullah buyurur ki, bu şərtlər yerinə yetərsə, bəli, bu insan bu şəkildə tavarruqla, yəni nisyə əşya alıb, onu üçüncü bir şəxsə nəqd şəklində sata bilər. Bu günümüzdə qardaşlar, yəni bu tavarruq ən çox məsələn banklarda fəaliyyət göstərməyə başlayıb. Bankların özündə artıq bu fəaliyyət başlayıb, kreditlə satış. Lakin bunun başqa bir forması, o da tənzimlənmiş formada tavarruqdur. Tənzimlənmiş formada tavarruq nədir? İndi onu izah edək. Bizim az öncə danışdığımız bu tavarruq növü, hansı ki bir insanın fərdi olaraq gedib şirkətdən və hər hansı bir şəxsdən və yaxud bankdan bir əşyanı nisyə alıb, yaxud kreditlə alıb, onu aparıb, özü aparıb, məsələn, onun bazarında başqa bir şəxsə satmasıdır. Hətta bu, məsələn, bir hansı bir şirkətin səhmi də ola bilər. Gəlirsən, şirkətin səhmini alırsan, məsələn, bank şirkətin səhmini satır. Bankın malik olduğu səhmlər var, hər şirkətdən müəyyən. Halal şirkətlərin birindən oradan səhm alırsan. Lakin ödənişini nisyə edirsən. Ki, sizin ödənişinizi hissə edəcəm. O səhmlər sənin adıma yazılır. Müəyyən bir halal bir şirkətdən, nizamı halal olan, istehsalı halal olan şirkətdən 1000 səhm alırsan. Bunu sənə bank satır. Və sən bu səhmləri artıq alandan sonra sən bunu özün bazar, deyək ki, onun birjada, özün istərsən onu saxlayarsan, onun izah elədiyimiz kimi qazancını güdərsənsə, sən də o səhmləri özün sabah orada birjada satarsan, nağd pulda əldə etmək üçün. Lakin tənzim olunmuş, nizamlanmış tavarruq nədir? Və bu saydıqlarımız fərdi tavarruq idi. İndiyə qədər bu saydıqlarımız nə idi? Fərdi. Yəni insanın fərdi olaraq təsarruf elədiyi, fərdi olaraq hərəkət elədiyi bir şey idi. Bir də var tənzimlənmiş, nizamlanmış bir şəkildə etmək. Nizamlanmış şəkildə etmək nədir? Kimdən ki alırsan, o adamın özünə vəkalət verirsən ki, mənim adımdan sat. Bankda məsələn səhm aldın, müəyyən bir şirkətin səhmlərini aldın. Alandan sonra banka vəkalət verirsən ki, indi mənim bu səhmlərimi nəqd şəkildə sat. Səhmin qiyməti normalda, həmin şirkətin səhmlərinin qiyməti, deyək ki, biri 100 manatdır. 1000 dənə səhm aldın, 100.000 manatlıq səhmdir, onun öz qiyməti. Və sən şirkətdən, daha doğrusu bankdan sən bunu, həmin şirkətin səhmlərini hissə-hissə ödənişlə aldığın üçün, kreditlə aldığın üçün, o sənə bunu, yəni səhmlərdir ki, 5 il müddətinə sənə satır, 150 manatdan satır. Yəni 150.000 şirkətə, daha doğrusu banka borcun olur. 1000 dənə səhm aldın. Sonra deyirsən ki, bu 1000 səhmi bankın özünə deyirsən ki, geri satmırsan. Geri satsan bu nədir? İynə olur, ribadır. Deyirsən ki, sizə satmıram, lakin sizə vəkalət verirəm. Siz birjada mənim adımdan bu səhmləri nəqd şəkildə satın. Mənim pula ehtiyacım var. Mənim özümün birjadan başım çıxmır, bacarmıram, satın. Onlar deyir, tamam. Onlara vəkalət verirsən və onlar birjada sənin səhmlərini 100 manatdan satırlar, 100.000 manat sənə pul verirlər. Və yaxud avtosalondur. Gedirsən, avtosalona deyirsən ki, maşındır, neçəyədir? 10.000 manat nəqd şəkildə. Kreditlə, hissə-hissə ödənişlə 5 illik məsələn 15.000 manatdır. Maşını alırsan, müqaviləni bağlayırsan, 5 illik ödənişlə maşın sənin mülkiyyətinə keçir. Sonra avtosalona deyirsən ki, mən sizə indi bunu vəkalət verirəm, maşını satın. Nəqd şəkildə başqasına satın, pulunu mənə verin. Geri maşını avtosalonun özünə satmırsan nəqd. Avtosalona vəkalət verirsən ki, sənin adına satsın. Deyirsən, mənim bazardan başım çıxmır,
Yəni mən bunu bilirəm, qiyməti 10.000-də, amma mən inanmıram mən 10.000-ə sata biləm. Yəni mənə aldadarlar, təcrübəm yoxdur. Amma siz bunu 10.000-ə sata bilərsiniz. Bunu satın, o pulu mənə verin. Buna nizamlanmış tavarruq deyilir. Nizamlanmış tavarruq deyilir. Və bu belə baxanda zahir tərəfdən heç bir problem yoxdur. Yəni fərdi tavarruq kimi bu da yəni hökm baxımından bu da nədir? İcazəli görünür. Yəni burada heç bir problem görünmür. Lakin problem hardadır qardaşlar? Problem odur ki, bugünkü günü bazarlarda, banklarda yaxud bu şəkildə müamilə edən şirkətlərdə səhlənkarlıqlar çoxalıb. Və bu səhlənkarlıqlar üzündən müasir alimlərin əksəriyyəti bu cür nizamlanmış tavarruqun haram olduğunu deyirlər. Niyə görə? Çünki o birinci sayda dediyimiz səhm məsələsində, az öncə gətirdiyimiz səhm misalında, yəni sən səhmi aldın bankdan və deyirsən, vəkalət verdin, bir saatdan sonra, yarım saat keçməmiş, bir də görürsən, bəlkə də 10 dəqiqə, hətta sən o bankdan çıxmamış artıq sənə mesaj gəlir ki, sənin hesabına 100.000 oturdu. Yəni bu, nə tez bu satışı gerçəkləşdirə bildi? Və yaxud maşın da avtosalondan aldın, danışdın onlara vəkalət verən kimi 15 dəqiqə sonra sənin hesabına maşının qiyməti oturur, 10.000 manat sənin hesabına oturur. Necə oldu bu? Yəni deyir ki, biz satdıq, həmən satdıq. Necə satdınız? Yəni doğrudan da bir müştəri gəldi, aldı mı? Yəni nə edirlər? Elə bir növ sənə pulu verirlər və sənə güya ki, sənin vəkilin olaraq bunlar sənin satışına həyata keçirir. Əslində satış filan olmur ortada. Satış filan olmur, sənə elə bir borc verirlər və səndən əvəzinə 10.000 verib 15.000 alırlar. Və bu yayılmış bir şeydir və insanları aldadırlar ki, hə biz sənin vəkilinik, sənin malını başqasına satdıq və bu çox yayılmış olduğuna görə alimlər də ehtiyat baxımından bunun nədir, haram olduğunu deyir və şeyx də deyir ki, Şeyx Süleyman Hafizahullah da deyir ki, və biz bunu deyir, təcrübədən keçirmişik deyir, çox gördük deyir və baxmayın da qədimdə deyir, biz buna deyir, icazə verirdik, lakin deyir, sonradan gördük ki, yəni burada nədir, səhlənkarlıqlar, insanlar tərəfindən səhlənkarlıqlar çox baş verir. Və biz deyir, həmişə fətva vermişik ki, ümumiyyətlə, riba bankıdırsa, riba bankından deyək o maşını aldın, o bankı özünə vəkalət vermək olmaz. Çünki vəkil olan adil olmalıdır. O riba ilə məşğul olan, cəmaata sələmə pul verən insanın ədaləti düşübdür, fasiqdir. Ona vəkalət vermək haramdır. Beləsinə vəkalət verilməz. Lakin İslam banklarında olanlar isə, yəni əgər onlar doğrudan da riba kimi müamilələrdən tam uzaqdırlarsa və doğrudan da ədalət sifət, adillik sifətlərinin özündə qoruyurlarsa və bu zaman onlara icazəlidir. Lakin də yenə də şübhədən çəkinmək üçün, qəlbində şübhə qalmasın, ehtiyatən onlara da vəkalət vermirsən və ona nədir? Özün aparıb satırsan, özün bazara çıxarıb onu satırsan. Və şeyx deyir ki, yəni deməli qısaca olaraq, əgər bu aldığın riba ilə müamilə edən bir bankdan sən bu maşını aldınsa, və yaxud ev aldınsa, və yaxud səhm aldınsa, onun özünə vəkalət vermək icazəli deyil. Lakin onu başqa, məsələn, riba ilə müamilə etməyən birindən alırsansa və yaxud İslam bankindən alırsansa və əsl onlarda ədalətin, adilliyin olmasıdır ki, əsl odur ki, onlar oyun çıxartmırlar, cəmaatı aldatmırlar. Lakin yenə də şübhələrdən qorunmaq insandan tələb olunan bir şeydir və ehtiyatı gözləmək daha yaxşıdır və yaxşı şübhələrdən uzaq olmaq insandan tələb olunan bir əməldir. Ona görə də insan yaxşıdır ki, onu alsın, orada səhmlərimi aldı və yaxud maşınımı aldı, aparıb özü öz satışınla məşğul olsun. Yəni, qısaca olaraq, deməli, nizamlanmış tavarruqda problem haradadır? Nizamlanmış tavarruqda problem aldatmalar çox olduğuna görə alimlər icazə vermirlər. Yoxsa məsələnin əsli yenə də halaldır. Yəni bilirsən ki, adam yəqinliklə sənin vəkilin olaraq çıxış edəcək. Doğrudan o malı aparıb satacaq. Satandan sonra o pulu gətirib sənə verəcək. Burada problem yoxdur.
Burada problem yoxdur. Problem nədir? Onlar aldadırlar deyə. İnsanları aldadırlar ki, hə, sənin əvəzinə satdıq, lakin satış filan olmur. Əslində sənə borca pul verir və əvəzinə yəni artıqlamasına səndən pul alır. Səni bilmədən, sənin xəbərin olmadan səni sələmə salırlar deyə alimlər deyirlər ki, bu şəkildə müamilə etmək haramdır. Düzünü Allah bilir. Allah'tan istəyirəm ki, bizi eşidib faydalanlardan nəsəyim. Subhanəkallahumma bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyk.